Xoş gördük əziz dinləyicilər. Ukraynanın bir neçə gündür ki, dəhşətli zərbələrindən sonra hiss olunur ki, Rusiya özünü o qədər aciz hiss edir ki, həm Putinin dünənki çıxışında ki, artıq söyməyə başlayır və digər məsələlərdə də bütün həyatını, bütün müharibənin həyatını sanki o balaca bir Kupianskaya yönəldib və bu da əslində qalsa bütünlüklə Rusiyanın marağının və gücünün nəyə çatdığının göstəricisidir ki, mən sadəcə bir dənə Kupianskını alıb onun üzərində bir şou qurmaq istəyirəm. Baxın, bu əslində qalsa Rusiyanın kiçikliyindən irəli gələn bir məsələdir. İkinci bir məsələ, Türkiyəyə bir neçə vaxtdır ki, artıq pualar gəlir çatır və bu pua aydın oldu ki, Rusiyanın Orlean puasıdır. Və buradan bəzi mənbələrin verdiyi məlumatlara görə, bəzi ekspertlərin də bildirdiyinə görə məhz Gürcüstan üzərində vurulmuş, daha doğrusu Gürcüstan üzərində dağılmış 130 təyyarəsi də, məhz Türkiyənin Azərbaycandan qayıdan 130 təyyarəsi də elə məhz bu pualar vasitəsilə vurula bilərdi. Biz nəyi deyirdik həmişə? Biz həmişə onu deyirdik ki, nəyin bahasına olursa olsun, Türkiyənin regionda belə ən böyük düşməni Rusiya özüdür və Avropanın düşməni olmaqla bərabər o Türkiyənin də düşmənidir. Əlbəttə, bu mənada bəlkə də Rusiya istər onların gəmilərinin vurulması, istər Odessada 2 Türkiyənin gəmisinin vurulması, bu tərəfdən də artıq Rusiyanın pualarını Türkiyə ərazisinə girməsi, bu mesajdırmı? Ya Türkiyənin zəifliyini mi yoxlayırlar, ya hər hansı bir mənada mesaj mı göndərir? Çünki Türkiyə həm də onu yadda saxlamaq lazımdır ki, müəyyən mənada Qafqazda Rusiyanın əlini, qolunu bağlayıb, amma yenə deyirəm, nəyin bahasına olursa olsun, bugün Türkiyə və yaxud da Rusiya müharibəni genişləndirmək də, ola bilsin ki, Türkiyəni də bura qatmaqla müharibəni saxlamaq və yaxud da onu arealını böyütmək, öz xalqına demək ki, bax görsən, mən Avropa ilə vuruşuram, Türkiyə ilə vuruşuram, bütün dünya bizə qarşıdır, amma nəyin bahasına olursa olsun bir şeyi bilmək lazımdır ki, səhərdən axşama qədər Türkiyənin kanallarında Zelenskini pisləyib Rusiyanı tərifləyənlər bilsinlər ki, bu günləri istər Hələbdə, istər İdlibdə də türk qanını tökən Ukraynalılar deyildi. Əlbəttə ki, Ruslar idi, o qəssablar idi ki, neçə dəfə Türkiyənin qanını tökdülər, türk əskərini qanını tökdülər. Məhz Suriya müharibəsi dövründə Türkiyənin içində olan partlayışlar da, PKK-nın gücləndirilməsi, ona silah verilməsinin də başında birbaşa Rusiya durdu, onu yaradan da Rusiyadır. Mən dünənki videomda bildirirdim ki, Türkiyə məhz bu müharibədə qəti öz mövqeyini qoymalıdır. O yana bu yana qaçmaq yox, Ukraynanın yanında olmaq, Avropanın yanında olmaq ki deyirdim. Bax, mən bunu nəzərə alıb deyirdim. Yağı düşmən dost olmaz. Türk dünyasının ən böyük düşməni Rusiyadır. Türk dünyasının bu günləri də ən böyük düşməni Türkiyəyə təhdid yaradan, Azərbaycana təhdid yaradan, Orta Asiyaya təhdid yaradan kimdir? Bir nömrəli düşmən Rusiya və Putin Rusiyasıdır. Təşəkkür edirəm diqqətinizə görə.